Yaşlı bazardayıq. Burada həyat səhərdən başlayır. Bugün satıcılardan qiymətlərin niyə dəyişdiyini, müştərinin ən çox nədən narazı olduğunu öyrənəcəyik. İndi artıq bazarın içindəyik. Gəlin satıcılara yaxınlaşaq və birbaşa onlardan eşidək. Hər vaxtınız xeyir olsun. Biz məhsulların qiymətləri haqqında sorğu keçiririk. Sizə də bir sualımız var. Sizcə ilin hansı vaxtlarında məhsulların qiyməti daha baha olur? İlin hansısa belə bayramlara yaxın daha baha olur. Qış fəslində. Bəs qiymətlərdən narazısınız? Bəli, narazıyıq. Çox bahadır. Biz ilin hər bir vaxtı var. Yəni ki, biz heç vaxt qiymətləri düşünməmişik. Çünki o da olduğuna baxır. Yəni əgərsə bu günləri mal çoxdursa, həmişə qiymət aşağı olur. Amma ki, yəni ki, az olanda qiymət həmişə yuxarı olur. İndi hal-hazırda qiymətlər normaldır. Çox gözəl qiymətlər var. Salam, hər vaxtınız xeyir. Burada işlədiyiniz illər ərzində sizcə hansı məhsulların qiyməti daha çox dəyişib? Ən çox ətin qiyməti günü-gündən bahalaşır. Günü-gündən bahalaşır. İndi bu saat hal-hazırda 20, 22, 23 manat. Sizcə ətin qiymətinin bahalaşması müştəriləri narazı eləyir, yoxsa daha Yazıqlar alır, neynəsinlər? Məcburdular alır. Salam, hər vaxtınız xeyir. Salam. Bugün ən çox hansı məhsul satılır və səbəbi nədir? Səbəbi odur ki, qızım, indi bax, kimə nə lazımdır, məsəl üçün, istər kələm, istər kartof, gündəlik tələbat ki var evdə, onu hələlik qarşılaya bilir də. Elə məhsullar var ki, onlar bahadır, ala bilmirlər, məsəl üçün, güc satmır, birinə satır, birinə satmır, baxmadan müəyyən qədər. Bugünkü gündə, məsəl üçün, yağdır, kartofdur, soğandır, məsəl üçün, alır, az alır, müəyyən qədər. Hamısının tələbatı ödeyə bilmir də, yəni ki, birinə satdıra bilmir, yəni belə. Hər vaxtınız xeyir. Salam aleyküm. Mövsüm dəyişəndə qiymətən çox hansı məhsullarda hiss olunur? Mövsüm məhsullarda. Hansı ki təzə çıxır, onlarda. Köhnə mallara bir o qədər də tələbat olmur. Здравствуйте. Как вы думаете, в зависимости от времени года, как меняется цена на определенные продукты? Я думаю, что на праздниках, во время праздничных дней цены поднимаются. Также, если туристы приезжают, то те, кто работают на рынках или в торговых центрах, они по-любому будут это замечать и, соответственно, менять свои цены на продукты. Да, спасибо. Salam, burada işlədiyiniz illər ərzində sizcə hansı məhsulların qiyməti daha çox artıb? Xarici məhsullar ən çox artır, belə deyim sizə. Yəni bizim sahəmiz ekzotik meyvələr sahəsidir. Yəni onlar xaricdən gəldiyi üçün qiymətlər bahaçılıq orada. Yəni məsəl üçün marakuyadır, xarici alçadır, xarici çəyləklərdir, dragondur, fizalistir. Yerli qarpızlar bitdikdən sonra xarici qarpız yemişlərə üstünlük verir müştərilərimiz qış aylarında. Ona görə bunlar ən çox, yəni il ərzində çox qalxan meyvələrdən sırasındadır. Do you like the prices in our country? Yes, I do. I like the prices in Azerbaijan. What are you buying here? I came with my friends to buy spices and maybe possible some food items and souvenirs to take home as gifts for families. Good luck. Bugün Yaşıl bazardaydıq. Satçı və alıcılarla danışdıq və onların fikirləri arasındakı ziddiyyətləri öyrənmiş olduq.